Salam dostlar, hər vaxtınız xeyir olsun. 2 iyun 2025-ci il həftənin bazar ertəsidir. Bir paylaşıma, bir fikir bildirmək istərdim. Bugün artıq bir çox sosial platformalarda paylaşılır ki, Azərbaycan ilk mobil operatorlarından olan Azercell özünün müxtəlif formada qiymətlərini qaldırıb. Necə qaldırıb? Müxtəlif ödənişlər olunmalıdır. 1 aylıq, 15 günlük, 2 günlük xəttin açıq qalması üçün. Yəni, bütün bunlar bu kütlənin, bu cəmiyyətin xeyrinə olmayan şeylərdir. Yəni, insanlar bu günləri mobil telefon işlətməkdə insanlara çox görənlər var. Yaxşı, mən yenə də deyirəm, valla, bir dəfəlik elə bir şey eləyin ki, hamımız yataq qalxmayaq da, ən gözəli budur. Başqa heç bir şey demirəm. Baxıram, yəni, gün ərzində müxtəlif sahələrdə cəmiyyətin, insanların xeyrinə olan heç bir şey yoxdur və insanların, cəmiyyətin, ölkə vətəndaşlarının xeyrinə heç bir şey işləmir, heç bir mexanizm işləmir. Adi küçələrdən deyirəm. Taksilər üçün, məsələn, avtomobili saxlayıb, müştərini düşürtmək üçün heç bir şərait yoxdur. Elə qısaca bir şey deyirəm. Yəni, gün ərzində görürük cəmiyyətdə. Adi, nə bilim, müxtəlif şeylər, alış-veriş mərkəzləri, bugün paylaşıblar ki, Araz supermarketlərində cərimə olunub, belə deyək də, qiymətin piştaxtada da, yəni orada düzüşdə olan qiyməti ilə kassaya gələn qiymət, yəni oradan ora gələnə qədər qiymət artıb, nə olub. Çox gözəl bilirsiniz nələr deyirəm. Yəni biz ölkə vətəndaşı olaraq bir şey deməsin ki, ömür gün bitir. İnsanların bir banka borcları bitmir, bir də ki, bir yandan bax bu cür. O oradan qaldırır, bu buradan qaldırır, qaldıra gedirsiniz, amma insanlığın və nə bilim, müxtəlif dəyərlərin keyfiyyəti isə günü-gündən aşağı düşür. Allah amandır.